Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Xanımlar, videomu montaj edirdim. Gördüm ki, ilk 7 dəqiqəni səssiz çəkmişəm. Ona görə də səsimi yazıram. Ondan sonra səsli çəkmişəm videoları. Videonun əvvəlinə səsimi yazım, sizləri salamlayım. Az bir hissəsinə səsimi yazmayanda, 1-2 dəqiqə olanda onu belə səssiz verirəm. Musiqi yükləyirəm, amma gördüm çoxdur, 7 dəqiqədir. Dedim, sıxılmayasınız, ona görə dedim, elə səsli sizi salamlayım. Necəsiz, neyinirsiniz gözəl xanımlar? Əslində xanımlar, deməli bu videoda görəcəksiniz, elə açıqlamada verim. Burada deməli bilinçik də bişirəcəkdim. Əslində bişirmişəm bilinçiki. Bugün səhər-səhər həm vafli, həm bilinçik. Sonra gördüm video çox uzun olur. Yəni izlənmir onsuz da. Həm siz sıxılırsınız, həm də yüklənmir. Proqramda yüklənmir. Çox olanda yüklənmir. Ona görə də proqramda daha doğrusu yığılmır. Ona görə də bilinçiki, yəni bu videoya əlavə etmədim. Belə gözəl xanımlar. Bunlar mənim deməli şəkər tozu, sonra un tökdüyüm qablardır. Onları yuyuram təmiz. İçərisinə əlavə edəcəm. Tez-tez mən saxlama qablarımı yuyuram. Düzdür, hər dəfə çəkib sizlərlə paylaşmıram. Burada da manqal salat edirəm xanımlar. Onları doğrayıram. Əslində mən dünən, siz videonu izləyərkən mən söhbət edim. Əslində dünən mən deməli canlıçmağı düşünürdüm. Burada da çox uzun çəkmişəm videonu. Həmin hissəni kəsdim, montaj elədim, kəsdim. Canlılaşmaq istəyirəm. Sadəcə olaraq həm vaxt edə bilmirəm xanımlar, həm də vaxt etdiyim zamanda çox enerjim düşür, izlənmir. İzlənməyəndə də insan sanki zaten mənim canlıdan heç bir, yəni özümün yəni belə deyək də maddi marağım yoxdur. Belə mənafeyimi düşünmürəm. Mən sizlər üçün yəni canlını açıram, danışıram, maarifləndirici söhbətlər edirəm. Amma istər-istəməz izlənməyəndə insan həvəsdən düşür və orada gəlirlər, təhqir edirlər falan. Yəni insan övladıyıq da nəticə etibarilə. Deyirsən ki, dünyanı mən düzəldəcəm. Bu son zamanlarda TikTok'da olan xanımlar, yəni səhifəsi olan xanımlar bilirlər. Yəni son zamanlar bilmirəm, çoxdan var nə. Bir həftədir mənim qarşıma çıxır, bir üzdən İraq, üzr istəyirəm. Cins azlığı olan bir oğlanda, yəni kişi cinsindən olan. Mən onun təbii ki canlısına falan girmirəm, heç qarşıma da çıxmır. Sadəcə onun canlısını qayd edirlər, video şəklində paylaşırlar. Yəni onun tipində olan insanlar təbii ki. Cəmiyyətimizin 99% onu dəstəkləyir. Bütün müğənnilər, bütün nə bilim aparıcılar, bütün sosial şəbəkədə olan ev xanımları, ailəli xanımlar, ən çox da xanımlar onu çox dəstəkləyirlər. Ona qarşı irad bildirəndə hətta təhqir edirlər. Yəni onunla bağlı TikTok'da, YouTube'da canlaşmaq istəyirdim. Dünən də o haqda bu videoda 12 dəqiqə danışmışam. Yəni içimdən gəlir, ürəyimdən gəlir, danışıram. Sonra da deyirəm ki, bunu onsuz da heç kim izləməyəcək. O enerjimi mən sərf eləmişəm, 12 dəqiqə o haqda danışmışam. Dedim, canlımı gəlib izləmirsiniz. 100-150 nəfərdən artıq mənim canlım izlənmir. Sonra video şəklində kanalımda qalır, yeni izlənmir. Düşünürəm ki, bu insanlar istəmir də. Bu insanlar cinsi azlığı olanlara meyl edirlər. Zaten həmin o oğlan sübut etdi ki, yəni cəmiyyət nə gündədir? Bütün cəmiyyət onun tərəfindədir. Mən Quran ayələrində misal gətirirəm ki, Allah Taala öz mübarək kitabında bu cür qövmü lənətləyib, mən təhqir olunuram. Cəmiyyəti mən mi düzəldəcəm? Amma təbii ki, həvəsdən düşməməliyik, yorulmamalıyıq. Loğman surəsi 17-ci ayədə Allah Taala buyurur ki, əmr bi məruf edin, nəhyəz münkər edin. Bu dinimizin vacibatıdır. Yəni insanlar yaxşı işlərə dəvət edin, nəyin pis olduğunu onlara göstərin, onları ondan çəkindirin və bu yolda başınıza nə çətinlik gəlsə, nə müsibət gəlsə, ona dözməlisiniz, əgər imanlı insansınızsa. Onu düşünəndə təbii ki, insan cəsarətlənir, güclənir, amma nəticə itibarilə biz də insanıq, insan yorulur.
Təsəvvür edin, dünən 12 dəqiqə bu videonun içərisində danışdım ki, bəlkə izləyəsiniz. Ondan sonra sildim. Fikrimi dəyişdim, sildim. Sildim, dedim, onsuz izləməyəcəklər. Gül kimi videolar çəkirəm, izlənmir. Gül kimi yox, qızıl, Qurandan misallar gətirirəm, Peyğəmbərdən hədislər gətirirəm, əxlaqı təbliğ edirəm. Yəni, dinimizin bir hissəsi, İslam dininin bir hissəsi də əxlaqdır. Yəni, oradan demirəm, mən möhtəşəm insanım, özüm hissə təbliğ edirəm. Yox, mən İslam dininin gözəlliklərini təbliğ edirəm. İzləyən yoxdur. Ona görə də heç nə canlı açdım, nə də danışdığımı sildim. Dedim, belə. Yəni, cəmiyyət budur. Xanımlar, yəni insanlar məni dəhşətə gətirirlər. Yəni, insanlar, Əli Rəsəmdə hədis var ki, hər kəs özünə uyğun insanlara tərəf meyl edər. Siz təsəvvür edin ki, həmin insanın canlısında 85.000 insan olurdu. Mən heç onun canlısında olmamışam, heç getmərəm də. Sadəcə onu qayd edib paylaşırlar. Deməli, əvvəl 20.000, 30.000 qalxa gedib, 85.000, sonuncu dəfə 85.000 izlənməsi olub. Yəni, dəhşət bir şeydə bir cinsi azlığın və həmin videolar, xanımlar, video şəklində mənim qarşıma çıxır. Necə əxlaqsızlığı açıq-aşkar təbliğ edir. Adını da qoyublar ki, xəstələrə kömək edir, xəstələrə oradan pul yığılır, nə bilim, nə iniyir. Əvvəl o bilərək bunu edir ki, arxasında bir ordu olsun, onu dəstəkləsin. İkinci də ki, hicablı xanım var, ona deyir ki, sənə qurban olaram, ayağı altında, nə bilim, ölərəm, çox üzr istəyirəm, onun dediyinə görə mən sizin üzr istəyirəm. Yəni, bu doğru bir şey deyil. Həqiqi hicablı bir xanım olsa, Allahın lənət edilədiyi bir məxluqdan mədət olmaz. Uşağım, hamı xəstədir. Mən də xəstəyəm. Mən də mindən problemim var. Mən də tənha qadınam. Onda mən də gedim onun canlısında yazım, mənə dəstək olsun. Elə şeyim olar. Nə yaşayırıqsa yaşayaq, insan, Allahın lənət elədiyi məxluqlardan insan mədət olmaz. Və bununla da biz hər birimiz özümüzün kimliyimizi göstəririk. Yəni belə, yəni cinsi azlığın canlısında 85.000 insan olmağı nə deməkdir? Mən əxlaqı təbliğ edirəm, mən maarifləndirici söhbətlər edirəm, yaşlı başlı möminə bir xanım, mənim paylaşımlarım izlənmir və o cür cinsi azlıq izlənirsə, bu bir fəlakətdir, bu bir, yəni dəhşətdir. Cəmiyyətin, bu cür cəmiyyət məhv olmağa məhkumdur. Belə bir cəmiyyət məhv olmağa məhkumdur. Gözəl xanımlar, salatımı etdim, bitirdim. İndi başlayacağım yemək hazırlamağa. Hər zaman hazırladığım manqal salatıdır. İnşallah salamatçılıq olsa bu yay daha çox hazırlayacağım. İndi üzərinə stres çəkib qoyuram soyuducuya. Başlayıram yemək hazırlamağa. Oydu. Etmem hayatım, nedir? Ne diyorum bürümcüğüm? Ne şeker, ne? Ne istedim? Ne istedim hayatım? Ne istedim? Xanımlar, maşın doludur, indi qoşacağım yumağa. Ona görə əslində bu qaşıqlar falan, bu şüşə qabları qoyuruq da maşın. Maşın doludur deyə bayaqdan da vurmuram ki, səsi qoymayacaq. Belə səsi az deyə xanımlar, maşının paltar yuyanda, qab yuyanda. Amma ki, kamerada çox ucadan gəlirsiniz. Belə güzel xanımlar.
Məni, sənə qurban olum. Xanımlar, yavaş-yavaş danışırıq. Yavaş-yavaş danışır. Sənə mən qurban olum. Xanımlar, bunlar nədir? Deməli, bu son videodakı dolma bişirdik. Dünən bişirilir. Həm dolmanın ətindən qaldı. Yarpaq da 3-4 ədəd qaldı xanımlar. Çünki bişirdiyim dolmanın üzərinə belə örtdüm. O zaman dolmanın rəngi dəyişmir. Sonra gördüm 3-4 dənə yarpaq qaldı. Onu atdıq buzluğa. Dedik ona nə dolma olacaq ki? Deməli, ətdən bu qalmışdı xanımlar, dan ətindən bu qalmışdı. Deməli, toyuğun sinətindən də bu qalmışdı. Siz elə edirsiniz, yoxsa yox? Mən dolma bükdüyümüz zaman, dolma isliyindən qalırsa, biz onu balaca küft edirik. Məsələn, şorba bişiririk, düyüylə, vermişillə, makaronla. Əgər çoxdursa belə küft edirik. Deməli, bu dolmanın isliyindən olan dan ətidir, bu da sinətidir. Bunu əlim aldığım zaman da yumurlayacağım da biraz yayılıb. Bunu da ikinci oğlum üçün edirəm, yemir. Bu dili 3 ədəd alındı, elə bunu bişirirəm. Belə soyucuda da yeməyi var da, bilirsiniz xanımlar, hamı da elə olur. Dünənki yeməkdən qalır, inanın ki dolma qalır. Ondan sonra, nə bilim, ikra var, saska var, kalbasa var. Ona görə əlavə yemək etmirəm. Elə bu 3 dənə alındı, 2 dənə edirəm. Birini böyük oğlum yer, birini balaca oğlum yer, birini də Günay yer. Bunu da ikinci oğlum yer. Mənim üçün öz yeməyi var. Mən də Allah verilmə xanımlar. Belə. Yəni, bilmək istədim ki, siz də əgər dolmanın ətindən qalanda neyinirsiniz xanımlar? Heç etmişsiniz küftə. Yəni, heç bir şeydə olmur. Heç bir şeydə olmur. Heç bir şeydə olmur. Küftədə bildiyimiz bir küftə. Düzdür, biraz balaca alınca. İstədim 2 dənə edəm. Dedim, qoy 3 dənə də çatsın da Günaya, böyük oğluma balı. Zaten xanımlar, mənim uşaqlarım daha çox kalbasa yeyir, saska yeyir, yumurta görürsə çox alırlar. Səhər yeyirlər, günorta yeyirlər, axşam yeyirlər, kalbasanın yanına glazok deyirlər də, eləyirlər. Nə bilim, saskanın yanına eləyirlər. Hələ mən deyinirəm ki, bəs yeməklər qalıb qazanda balağı yeyənlər, sabaha da qalanda, o bir günə də qalanda yemirsiniz. Yəni, inanın ki, yeməklər olur, amma ki, onları yeyirlər. Ona görə dolmadan da qalıb, saska da yeyirlər, ikra da yeyirlər, belə deyirlərdim. İndi bunları edəcəm. Belə gözəl xanımlar, yəni heç bir şeydə olmur. Mən də yəni dolmadan qalanda, az qalanda balaca küftələr edirəm. Yəni sulu yemək edirəm. Çox da qalanda belə küftə edirəm. Yəni sinə əti də açılmır xanımlar. Bu qədər. Bunları su qaynamağa başlasın. Az ateşdə saxlayıram, bunları atacağım onun içərisinə, suyun içərisinə. Bişməkdə olarkən xanımlar, mən şəkər tozu, un, onların qablarını yumuşam. Balkondakı böyük qabları da gətirmişəm, indi onları dolduracağım. Yer və yer edəcəm. Tez gətir məni. Canım pey oldu. Öpüm səni, səni. Oğlum məni, otur. Xanımlar, mənim rəhmətli anam daşda döyürdü. Toxmaq deyirdik də, belə taxtadan idi, belə döyürdü. Ondan döyürdü. Böyük bir daş var idi onun üzərində. Yəni, çox dadlı olurdu. Belə xanımlar. Şimdi burada yumağa. Dolub, çox doldurmaq olmaz. Əslində maşalonda qablar yaxşı yeyilmir. Sıx olur. Video çək.
çəkirəm, onu bitirim, sonra səs salmasın. Hələ maşın, paltar yuyan maşın bir partiya xanımlar yuyub. Paltar yuyan maşın bir partiya yuyub. Yataq dəstlərini. Mən öz yataq dəstimi, dəsmal falan, onlar yuyulub, uşaqlarınki qalıb onları. Qoşacam maşındadılar, qoşacam yumağa. Videomu bitirim. Belə. Mən sən gəl nənənin yanına. Görməm həyatım, gəl nənənin yanına. Görməm körpüm, görürüm. Görməm ürəyim, görürüm. Amma görürsünüz, mən çağırmasam gələr. Bilir ki, nənəsi video çəkir. Nənəni öp, nənənin yüzünü öp. Bundan da üçünü qurban. Can öp. Ne kadar şey güzel sana. Sen gel. Oğlum ben ay Allah. Hanımlar dünən bananı bişirəndə dünən bişirmişəm də videodan paylaşmışam sizlərlə. Dünən bananı bişirəndə ay Allah ağlayır özünü öldürür. Boş qap gətirir. Nə bilim nərbəşi gətirir. Ay bala bu xəmir bişməyib axı. Hələ onu başa düşmür. Gözlədi, gördü yeməyini yedi, nə bilim bananla da yedi, isti sonra getdi yatdı. Allah bütün balaları saxlasın, nəvələri qorusun, mən də balalarım, nəvəm, sizin də balalarınız nəvəz onların içərisində. Həsrətində olanlara da Allah Taala bu aya xatir inşallah ki, onlara da əta edər, onları da sevindirər. Belə xanımlar, mən durum, şəkər tozunu, unu, onları yerləşdirim qablarına. Deməli, bu undur, bu şəkər tozudur, undur. Daimi izləyicilərim bilir, bunları balkonda saxlayıram, bunları mətbəxdə at dolaba yerləşdirirəm. Sonra balaca qablar, məsələn, dəzgahın üzərində belə deyək, ədviyyat qabı, şəkər tozunu əlavə edirəm, sonra belə qənd qabı deyirik də, onlara şəkər tozu əlavə edirik, dolaplarda olur da, yəni uşaqları əlini atanda, əllərinə gəlsin də, əllər boşa keçməsin, belə deyək, əllərin altında olsun. Bunlar da ki, qənd qabında, şəkər tozu qabında bitəndə biz bundan götürürük, Günay mən, onlara əlavə edirik. Bunlar bitəndə balkondakılardan gətirib üzərinə əlavə edirik. Belə gözəl xanımlar. Bunlar da gördüyünüz yudum da, onları göstərmədim, onları da yudum. Mən tez-tez bu belə saxlama qablarımı yuyuram. Yəni içlərində bitməsə də. Bir də görürsünüz, başqalarını yuyuramsa, digərlərini yuyuramsa, bu da yarım çıxdısa, bir boş qaba əlavə edirəm. Məsəl üçün, onda bir balaca qalmışdı. Onu boş qaba əlavə etdim, yudum, qəşəng təmiz. İstəsəməz götürürük, qoyuruq, əlimiz, barmağımız deyil, ləkəsi olur da. Belə təmiz olur da xanımlar, tərtəmiz olur. Onları aparım balkona qoyun, bunları da dolaba yerləşdirim. Belə küftə üçün kartof gətirim xanımlar, kartoşka gətirim.
Görürsünüz? Bu da küftə. Heç bir əziz falan etməyib. Bunu da göstəreyim. Bu da küftələr. 1, 2, bu da 3. Yəni dolmanın ətindən qalan ətlə küftə mən edirəm. Yəni zaten eyni, yəni küftəyə də eyni şeylər gedirlər. Sadəcə olaraq küftənin yağını biraz az edirik. Sonra soğanını biraz az edirik ki, küftə açılmasın. Yəni ona görə ehtimal var ki, küftə açıla bilər, dağıla bilər. Xanımlar, bu da mənim balamın yuyucu tozudur. Əlavə edib. Əslində bunlar balkonda edilmir. Sadəcə sizlərə göstərmək üçün. Mən çayı ki buradan götürüm. Sizə manicilik olmasın. Böyle güzel xanımdır. Bak görürsünüz. Hələ içərisində hələ qalıb. Elə deyirəm 3-4 dəfəlik qalıb, hələ də qalıb. Bunun üstünə əlavə edəcəm. Bunu da yumuşam, tərtəmiz xanımlar. Tərtəmiz. Bu da mənim körpəmin, balamın yuyucu tozu. Gözəl xanımlar, deməli ayın artıq 3-üdür. 05-07 dəqiqədir. Uşaqlarım qalxıb işə gedənə qədər xanımlar. Böyük oğlum birinci gedirdi işə. O işə gedənə qədər mən vafli bişirəcəm birinci xanımlar. Birinci ki hazırlayacağım, qoyacağım soyuducuya. Amma indi ilk öncə birinci vaflini hazırlayacağım. Xanımlar gördüyünüz kimi deməli burada mən şəkər tozudur, undur, süddür, bitki yağıdır, yumurtadır, vanil qabartmadır götürmüşəm. Xanımlar, keçən videomu izləməyən xanımlar, yəni forması eynən mən istədiyimdəndir. Belə, keçən videoda da qeyd etdim, mən bunu Trendyoldan Karacanın olan vurmaq istəyirdim, yəni sifariş etmək istəyirdim, bir türlü yəni edə bilmədim. Çox şükür, çox oradan, yəni Trendyoldan çox məhsullar vurdum, qazan dəstləri vurdum, elektrik əşyaları çox vurdum, oradan blender, kofe aparatı, kofe üyüdən, çox şeydə, çox yadıma düşmür. Sonra buxarlı ütü vurdum. Uşaqlarım üçün belə də üz təraş etmək üçün aparat vurdum. Yəni elektrik əşyaları çox vurmuşam oradan və hər birindən də razıyam. Bir tek bunu vura bilmədim, eyb yox. Əsas odur ki, bu da yaxşı, uzun müddətli işləsin. Bizdə maşallah hər bir şey ucuzdur. Ola bilsin ki, bu şəhərdə 35 manat ola bilər, məsələn. O qədər fərq olur. Hər bir şeydə şəhərlə maşallah yəni fərq olur. Hətta Sədrəkdən də ucuzdur maşallah. Üstündə var ki. Görürsünüz xanımlar, 28 manat, 90 qəpik, 29 manatda. Burada da altında belə yeri var xanımlar. Belə qalxmır da, burada yeri var altdan. Və budur.
Bunu belə qaldırırıq. Mən bunu ilk öncə yuyum, xanıma sonra gəlim, xəmirini hazırlayım. Nədir? 5 dəqiqə yedəcəm. İsti-isti balam yeyər, gedər. Gözəl xanımlar, vafli üçün mənə lazım olanları stolun üzərinə yığmışam. Videonu tezləşdirəcəm. Bu arada xanımlar, blinçiki saxlayıram. Təbii ki, bunu bitirəndən sonra blinçiki bişirəcəm də, yəni hazırlayacağım. Amma bu video salmayacağım. Çünki artıq telefonumda yer yoxdur. Yəni əlavə video çəkə bilmərəm. Bu videoyu yükləyə bilmərəm. Bunu da yudum xanımlar. Belə astaca belə su gəzdirdim. Belə bunu da tutdum krantın altına. Qəşəng sildim, qurutdum. İndi kesinə yağ çəkəcəm. Bu da belə deyək də qarışımı hazırlayacağım. Qab, çırpıcı vasitəsilə edəcəm xanımlar. Unu da ələyəcəm də bununla. Belə. Nə əlavə edəcəm, onları da yaxından göstərim sizlərə. Gözəl xanımlar. Tez-tez danışıram, çünki artıq telefonumda yer yoxdur. Xanımlar, 1 stəkan yarım un götürdüm, xrustal stəkanla. 1 stəkan yarım un götürdüm, 1 stəkan yarım süd götürdüm, yarım stəkan şəkər tozu götürdüm, yarım stəkan bitki yağı götürdüm, qabartma tozu, vanil hərəsindən 1 paket və 3 ədəd yumurta. Mən başlayıram qarışımı hazırlamağa. Xanımlar, mən unu az götürmüşəm, unutmuşam. Mən çaşıb 1 stəkan yarım götürmüşəm. Ona görə gördüm duru oldu, əlavə etdim, yadıma düşdü. Deməli, 2 xrustal stəkan un, bir də armudu stəkan yarısından az. Tez-tez danışıram. Siz istəsəniz 2 stəkan da əlavə edə bilərsiniz. Mən biraz qatı edirdim. Yəni çox sulu istəmirəm də. Pankekdən biraz qatı. Gözəl xanımlar, mən burada videomu sonlandırıram. Sizlərlə sağollaşıram. İnşallah yeni videolarda görüşərik. Telefonumda yer olmadığı üçün mən de birazdan bilinçki bişirəcəm. İnşallah ki, gələn videoda sizlərlə paylaşarım. Öpürəm gözəl xanımlar. Özünüzdən müğayət olun. Allah amanında qalın. Allaha da əmanət olun. Bu arada xanımlar 10 ədəd alındı. İkisini oğlum yedi, işə getdi.
İndi də Günaya, Məliyə belə hazırladım bunları. Bunlar da qalsın, o bir uşaqlarım gələndə yeyərlər. Öpürəm, hələlik gözəl xanımlar. Günayla da Məli, Nuşi canla yesinlər. Xanımlar, evdə olan, yəni qatlaşdırılmış süd idi, banan idi. Ona görə bunlarla, yəni belə deyək, dekor etdim.